Salam, hər vaxtınız xeyir. Mən məntiq müəllimi Simran Süleymanov. Bu günlərim sizə saat məsələlərindən saat əqrəbləri arasındakı bucağın tapılmasını izah edəcəm. Saat məsələləri çoxdur. Xarab saat var, dəqiqə əqrəbinin xarab olması var, saat əqrəbinin xarab olması var, saatın güzgü əksi məsələsi var. Hamısını ardıcıl olaraq izah edib linkini bu videonun altından paylaşacağam. Hamısına baxa bilərsiniz. Deməli, keçək saat məsələlərində saat əqrəbləri arasındakı bucağın tapılması. Burada bizim düsturumuz var. Baxın, düsturumuz deməli 11 dəqiqə minus 60 saat böl 2. Və burada verilən ifadə yuxarıda verilən ifadə. Yəni surətdə yazılan ifadə moduldadır. Biz oradan mənfi ədəd alsaq müsbət götürəcəyik. Yəni burada fərqi yoxdur. 11D minus 60S yazdıq və yaxud da 60S minus 11D yazdıq. Onun heç bir fərqi yoxdur. Modulda olduğu üçün onsuz ki mənfi qiymət alınmayacaq. Misal üçün, mən 15:00 götürsəm, yəni saat 3. 15:00 götürsək, 12, burada 3. Saat əqrəbi 3-ün üstündə, dəqiqə əqrəbi 12-nin üstündə. Bura 90 dərəcədir. Məlum məsələdir. Deməli, bu saat olur 15:00 və yaxud da 3:00. Mən burada 15:00 hesablasam eyni cavab alacağam. 3:00 işləsəm. Çünki burada 15:00-da, 3:00-da da saat və dəqiqə əqrəbləri eyni yerdədir. Mən kiçik rəqəmdən işləyəcəm. Yəni 3:00. Niyə? Çünki 60-ı saat göstərən rəqəmə vurmaq var. 15-i 60-a vurmaq biraz böyük rəqəm alınır. Ona görə nə edirəm? 3-ü 60-a vururuq. Onsuz ki eyni qiymət alınacaqdır. Deməli 11 vurulsun dəqiqə, dəqiqə 0-dır. 60 vurulsun 3. 60 vurulsun 3 böl 2. 63'e vurduk. 180. 2'ye böldük 90. Buranın da həqiqətən 90 dərəcə olduğunu bilirik. Bu bizim bildiyimizdir. Bəs burada 1 nömrəli, 2 nömrəli testi olduğu kimi bilmədiyimiz qarışıq bir saat versə 12:20 və yaxud da 19:40. Burada necə işləyəcəyik? Onda düsturla işləyəcəyik. Deməli, düsturla işləsək. Misal üçün 19:40 işləyək. 19:40-da. Mən 19:40-ı 7:40 kimdə yaza bilərəm. Bu 19:40 axşam 8-ə 20 dəqiqə qalmışdı. 7:40-da səhər 8-ə 20 dəqiqə qalmışdı. Onsuz da ki, saat dəqiqə əqrəbləri eyni yerdədir. Saatımızı çəkək. Bunu hər dəfə sizin çəkməyinizə ehtiyac yoxdur. Mən sizə izah eləmək üçün saatı birində çəkəcəm, digərlərində çəkməyəcəm daha. 9, bura 6, 3, 12. Deməli, 7 və 8-i də qeyd eləyək. Bizə əsas buralar lazımdır. 19:40, 8-ə 20 dəqiqə qalıb. Dəqiqə əqrəbi, saat əqrəbi 7 ilə 8-in arasında olacaq. Dəqiqə əqrəbi isə tam 8-in üstündə olacaq. Bizə bu bucağı tapılmasını istəyir. Baxaq indi. 7:40 ilə hesablayıram ki, 7-ni 60-a vurmaq rahat olsun. Bir var 60-ı 19-a vururum, bir də var 7-yə vuraq. Daha asan olsun. 11D, yəni dəqiqə göstərəndə də 11-ə vururuq. 40 vurulsun 11 minus 60 vurulsun 7 böl 2. 60'ı 7'ye vurduk. Oldu. 60'ı 7'ye vuranda 420. 40'ı 11'e vurduk. 440. Böl 2. 440'dan 420 çıxdıq. 20 2'ye böldük 10. Deməli bizim cavabımız olacaq 10. D variantı. İndi mən 4 nömrəli test işləsəm 12:20. 12:20 1-ə 20 dəqiqə işləmişdi. Mən bunu gecə saatı ilə götürsəm, yəni 00:20 ilə götürsəm, onsuz yenə 1-ə 20 dəqiqə işləmişdi 00:20-də. Yəni saatımız 0 olsa, dəqiqə yenə 20 olsa, düsturda yerinə qoysaq, saatı 60-a vururuq, 0, dəqiqəni 20-yə vururuq. 220 böl 2. 220-ni 2-yə böldük, cavabımız oldu 110. Bizim 110 cavabı yoxdur axı variantda.
110 yoxdursa, deməli 12, 20 neçə olacaqdır? Yenə bu saatın üstündə çəkdiyimiz saatın üstündə 12, 20-ni də göstərək. Deməli, bura 4 olursa, saat əqrəbi, dəqiqə əqrəbi 12-nin üstündə, saat əqrəbi 12-nin üstündə yox, saat dəqiqə əqrəbi 12-dən biraz keçmiş olacaq. Hamısı 1-ə doğru. Dəqiqə əqrəbi, saat əqrəbi, burada olsun dəqiqə əqrəbi. Bizə deməli bu bucağı tapmaq istəyir. Biz buranı 110 tapdıq. Amma 110 cavabı yoxdur axı. Dairənin daxili bucaqlarının cəmi 360 olduğu üçün 110 dərəcə bura olursa, kiçik bucaqsa, digər bucaqda 360 minus 110, yəni 250 olacaq. 250 bu bucaqdır, 110 da kiçik bucaqdır. Deməli, bizim cavabımız olur 250. Əgər bizdən iki variantın ikisini də versə, həm 110-u, həm 250-ni, onda bizə şərtdə bildirməli ki, kiçik bucağı və yaxud da böyük bucağı tapın. Və yaxud da bizə 7 nömrəli testi olduğu kimi də düşə bilər. Verilmiş saatlar arasında əqrəblər arasındakı bucağın eyni olduğu variantı seçin. Mən daha burada gedib bütün 5 dənə variantın 5-ini də düsturla yerinə qoyub həll eləməyəcəm. Necə eləyəcək? İndi onu bir dənə mən sizə izah eləyim. Sizə onu test imtahanda tətbiq eləməyə ehtiyac yoxdur. Siz sadəcə dediyim qaydada rəqəmlər yerinə qoyub işləyəcəksiniz. Diqqətli olun. Niyə o qayda var indi? Niyə elə olur? Onu izah eləyirəm. Bizim düsturumuz necədir? 11 dəqiqə minus 60 saat. Biz də burada yazdıq ki, 11 dəqiqə minus 60 saat da yaza bilərik. 60 saat minus 11 dəqiqə də yaza bilərik. Niyə? Çünki moduldadır. Onsuz ki, müsbət ədəd çıxacaq oradan. Yazaq. Misal üçün, mən saatın birini, burada verilən saatların ikisində eyniliyi olacaq, bərabər olacaq. Birini S1, D1 götürürəm, digərində S2, D2 götürürəm. Deyək ki, bunlar arasında olan bucaq eynidir. Düsturumuz necədir? Düsturumuz 11 dəqiqə minus 60 saat böl 2. Digərində də 11 dəqiqə minus 60 saat böl 2 yazsaq, onsuz ki, bunların hər ikisini 2-yə bölmüş oluruq. Deməli, 11 dəqiqə minus 60 saat hər ikisində bərabər olacaqdır. 2-yə böləndə eyni rəqəm ala bilək deyə. Deməli, 11 vurulsun D1 minus 60 vurulsun S1 bərabərdir. Digərində mən yazacağım 60S minus 11D. Yəni 60-ı saata vurub çıxacağım 11 dəqiqəni. Niyə elədiyimdə indi deyəcəm sizə. Deməli, 60 S2 minus 11D2. Onsuz ki, bunlar yerlərini dəyişəndə yenə eyni qiymət alacaq. Çünki moduldadır bura. Deməli, S-ləri bir tərəfə, D-ləri bir tərəfə keçirdək. 11D1 plus 11D2 bərabərdir 60 S1 plus 60 S2. 11-ləri, 11-i, birincidən 11-i, ikincidən də 60-ı mötərizə xaricinə çıxardaq. 11D1 plus D2 bərabərdir 60 S1 plus S2. Deməli, 11-i D1 plus D2 cəminə vuranda, 60-ı da S1, S2 cəminə vuranda bir-birinə bərabər alınır. Burada ilk öncə ağla nə gəlir? İlk öncə ağla gəlir ki, dəqiqələrin cəmi 60, saatların cəmi 11 olsa, bunlar bir-birinə bərabərdir. Növbəti də 120 olmalıdır. 120 ilə 22 olmalıdır. Dəqiqələrin cəmi necə 120 olsun? Mümkün deyil axı. 120 alınması mümkün deyil. Ona görə də dəqiqələrinin cəmi 60, saatlarının cəmi 11 olan saatlar arasındakı bucaq eyni olacaqdır. Baxaq görək, hansında dəqiqələri toplayanda 60, saatları toplayanda 11 olur. İkinci testlə 5-ci testi. 30 ilə 30, 60, 8 ilə 3, 11. Saatları topladıqda 11, dəqiqələri topladıqda 60. Saatlar arasındakı bucaq eyni olacaqdır. İndi buradan 9 nömrəli testi eyni qaydada işləyib cavabını variantda qeyd eləyərsiniz.